Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine Karşı Türkçe Eski Kitaplar programının 400. bölümünü Allah'ın ad ve yadıyla, şükrüyle başlayıram. İnşallah ki xeyirli olsun. Mənim üçün xeyirlidir. Çünki əvəzinki gedən bir neçə il məsələn yüksək lisans ya doktora oxuyam və bunu öyrənəm. Özüm bir il yarım çalışmaqla və bəzi günlər gündə 2 saat, bəzi gün biraz az, biraz çox çalışmaqla nə deyirlər, bu 400 proqramı gətirmişəm qabağa və bir özümü biraz seçmişəm üstə. Yəni bu qədər deyim ki, özümü biraz seçmişəm üstə, özümə türk dilində azdan çoxdan biraz da tarixdə, biraz türk ədəbiyyatında, türk mədəniyyətlərində və türk tarixi bilgilərində özümə inancım daha çoxdur getmişdən. Yəni 100 qat, 1000 qat, bəlkə 400 qat. 400 qat çoxdur. Çünki 400 qat mən öyrəşmişəm öncədən. 0 ilə 400-ü cəm eləmək olmaz ki, yəni bu müqayisə eləmək olmaz. Yəni cəm eləmək olar. 0 ilə 400 elə 400 olar, amma 0 ilə yoxluqla 400-ü bir-birinin yanına qoyub müqayisə eləmək olmaz. Varlıqla eləmək olar. Bir var ki, məsələn, deyək ki, əvvəl cələsə idi, bir cələsə, bir də var deyək 400-cü cələsə. O 400 qat fərq edirdi. 0 ilə qoyanda təbii ki, o milyardalar qat fərq edir. Çox üzr istəyirəm, mən bu günləri, bu ismuti deyirlər buna, qarışıqdır. Yəni, süd qarışığı, içində gəzənə, yarpız, indi bəzi kəlmələrin nə ingiliscə, nə türkcəsi yadıma düşmüş. Sarımsağın, göy sarımsağın yarpağı, yəni sarımsaq yarpağı, ərz edeyim xidmətinizə, bənəfşə gülünün özü və yarpağı, biraz da əvəlis, əgər səhv eləmirsəm, bunları həyətdən toplayıb, tökmüşəm bunun südlə qarışdırıb, əzib və bir içmə düzəltmişəm. Umarım ki, dişlərimdə zəndə çox təsir qoyub sizi uzaqlatmaya. Gəzənənin bir çoxlu gözəl dadı var. Həm yemağında, mən həm o cürsi yeyə bilirəm, həm də bu cürsi içə bilirəm. Çox gözəl bir dadı vardı. Və hər halda səbzlərin, göcəyəntilərin hamısında insana xeyri var. Gedək görək bu günləri şansımıza hangi kitab çıxır, oradan nə oxuyacağıq və nə anlayacağıq. Geçmişlər dədənələrimizlə necə anlaşacağıq. Onların yaratdığı uyğarlıqlardan hansısı ilə tanış olacağıq. Keçənki günlərdə biz Məntiqi Nəvaini Məcmuətü's Sənaye dedik ki, 180 dənə, əgər səhv eləmirsəm, bəli, 161 dənə incə sənət ya hünərin haqqında bir adam öz təcrübələrini yazıbdır. Sonra bir dənə Osmanlı dövründə Fatimə Sultan Həzrətlərinin 3-cü Fatimə Sultan Həzrətləri 990-cı ildə bu kitabı yazdırıbdır və çox ali bir kitabdır. Düzdür, fal və o cür şeylər haqqında da, amma bu kitab ədəbi cəhətdən və hünəri cəhətdən, mühəndislik cəhətindən bir ucubədir. Üçüncü kitab, bir ayrı kitab ki, başladıq, amma oxumadıq, Həlimgiray Külliyatı adında. Qabaqcan öncələrdə Həlimgirayın kitabını oxumuşduq. Əcəba bu odur ya fərqlidir? Orada biraz şəkkə düşdüm. Onu bir şey deyə bilmirəm o haqda. Bəlkə axtarsam əlbəttə taparam ki, o mən bunu bir Həlimgiray Külliyatı. Qabaqcan ehtimal verirəm varmış. Burada 2 dana olduğu üçün qabaqcan var imiş. Ona görə bu kitabı
İzninizlə burada bağlayayım. Çünki bunu bir dəfə oxumuşuq, daha ehtiyacı yoxdur ki, yenidən onu bir də bir şərədə oxuyalım. Hara getdi? Mən bunu şey elədim, səhv elədim. Tamam. Həqaiq və dəqaiq. Bu həlimgirayı buradan silaq, çünki keçən dəfə görmüşdük. Fikirəm ki, həqaiq və dəqaiqi də görmüşdük. Farziyyə, fikirəm bunları da görmüşük. Eşqnamə. Fikirəm bu kitabların bir çoxunu oxumuşuq, amma həqaiq və dəqaiq açıq görək ki, nədir və mən fikirəm ki, bunu da oxumuşuq. Düzdür, bunu da indirmişik, amma həqaiq və dəqaiq ki, nə yazaq axtaraq. Həqaiq və dəqaiq bir danadır, iki danadır. İki dəfə bu gəlibdir. Əcəba aynıdır ya yox? Ona bir baxaq. Görək ki, bu kitablar aynıdır ya yox? Gördüyümüz kimi cild də aynıdır. Yəni aynı kitabdır. Ona görə bunu da ehtimalən içinə də bir baxaq. Görək ki, içi də aynıdır ya yox? Birinci səhifədə əgər bu olsa, elə bilər ki, o olsun. Dəqiqən o kitabdır. Ona görə bunu da bağlayaq. Mən əslində gərək bir iş görəm. Yəni bunu atım eşiyə. Dostların buyurduqlarını diqqət eləyəm. Hansını atdıq eşiyə? Elmi həqaiq. Aha, elmi həqaiq yerindədir. Həqaiq dəqaiq. Tamam, bu getsin yerinə. Beləsə əslən yaxşı olmayacaqdır. Çünki Farziyyə fikirəm bunu da görmüşəm. Eşqnamə fikirəm onu da görmüşəm. Farziyyə. Farziyyə nə deməkdir? Əcəba bunu bilsəm də yadıma gəlmir ki. Farziyyə. Əlbəttə bəzi adları mən dəyişdirmişəm. Məsələ budur ki, məsələn bunu göstərmir. Əlbəttə bunu z ilə yazmışam. Farziyyə var. Ehtimalən aynı kitabdılar. Onun üçün də yenə bunlardan vazgeçməlidir. Bu kitabları dostlarımız ehtimalən təkrarı qoyublar. Mən də təkrar indirmişəm. Burada o şey ki, feylən onu mütməinnəm ki, yoxdur, ona baxaq. Səfərnameyi Müzəffəriddin Şaha bir baxaq. Səndibadnameyi Türki. Yox, beləsi baxsam da onda şey olmayacaqdı. Yəni yadımdan çıxacaq ki, hangisini görmüşəm, hangisini görməmişəm. O cür eləməyək. Və Eşqnamə açaq. Hər halda bir kitabdır, oxuyacağıq. Zeynəl Abidin Türki məxtutat. Tibbi Türki. Olmazsa şey olar. Fürqətname-i Həmzə. Bir ayrı saytıdan indirəcəyəm. Çünki nəzərimə gəlir bu saytıda ki, götürürdük. Bunlar dostlarımız təkrar kitablar qoyublar. Onun üçün Şərh-i Qəsidə-i Həmzə Səlami Əfəndi ehtimalən ya Ufuq belə bir ad görsənir. Bu kitabın əvvəl kiçik eləyək ki, səhifəyə yerləşsin, kağızı ilə tanış olaq. Bu kitabı görməmişəm, nəzərimə gəlir, taza gəlir mənə. Kitabın cildinin eşiyini görmürük. İçərisində bir çöhrayı cildin için görürük. Ortada o yerdə kitabların səfələri bir-birinə yapışır. Ora Şirazə. Şirazədə görürük ki, sökülübdür və burada əcəba kitab tikişdir, yoxsa çəsbidir, yəni yapışqandırıcıdır. Onu burada görmürük, amma
kitabın o səhifəsində yapışdığı təbiətən yapışqanla olubdur. Birinci səhifədə bir möhr görürük, amma oxunmur. Kütüphanəsi oxunur, amma universitesi ola bilər. O da oxunur. İstanbul Universitesi kütüphanəsi kimi belə bir şey yox. Ədəbiyyat Gənciyyə kitabxanəsi 242 nömrə ilə Qəside-i Əhmədiyyə şərhi. Qəside-i Əhmədiyyə şərhi tərcümə el-məşq. Tərcümətəl məşq. İstəshəbəhül fəqir Əli Rıza Məhəmməd Xüləfa Əfəndi ya da Amədi. Bunu da sahibi Əli Rıza Məhəmməd Xəlfa Əfəndi ya Amədi olacaqdır. Tarix qoyubdu 264. Belə oxundum. Bir dana da möhr vurur. Nəzərimə gəlir ki, bu möhrü mən tanıdım. Mənim təəssüflə bilirəm, gözlərimdə bilirəm ki, eyraq vardı, mərizliyib, xəstədir. Amma bunun yanında kitabda da ehtimalən bir şey var. Yəni mən indi öz kameraya baxanda Instagramda özümü aydın görürəm, amma kitaba baxanda gözlərim qatışır. Ehtimal verirəm kitabdan olsun, kitabın xəttinə görə. Kitab hər halda kitabın ortalarını yaxından başlayıbdı yazılmağa. Üst tərəf açıq qalıbdı. Bu bunu göstərir ki, qərar alınmış bu kitabın üstünə təsvib və dövrəsinə çərçivə çizilsin, amma eləməyiblər. Qəside-i Xümriyyə-i Farziyyə deyə bu qəsidənin adıdır. Farziyyə bir qəsidədir. Kitabın adı olacaq Qəside-i, adını qoyaq burada. Ad şərhi, əlbəttə şərhi Qəside-i Həmriyyə-i Farziyyə. Əlbəttə Əhməriyyə də oxunur, amma mən burada Həmriyyə ya Xəmriyyə görürəm. Ona görə bu beləsi qalsın. Bismillah ortadadır. Bu qəsidə sözü Bismillahdan öncə yazılıbdır qırmızı rənglə. Bismillahirrahmanirrahimdən sonra bu Xəmriyyə Fariziyyə deyə o da qırmızı kəlmə ilə yazılıbdır. Sonra həmd-i biğayət ilə başlayır türkcə yazı. Bəzi cümlələri və adları qırmızıca yazıbdır. Onu çox bəlli eləməkdən ötürü və nəzərə gəlir ki, biraz çox bunda incəlik işlədiblər. Kəlmələri bir-birinin arxasında yazmayıblar. Bəzi yerdə ara veriblər az da olsa, ya ortada yazıblar cümləni, qutaran cümləni, sonuncu cümləni bir ayrı əvvəldən başlayıblar. O da kitabı biraz bugünkü kitablar və bugünkü ruznamələrin səbkin o zaman yazırmışlar. Amma bu kitab hangi tarixdə yazılıb, onu görməlidir. Kitab şeiri var ortada, üstündə yenə nəzm yazıb, titr və qalanını davam edibdir. Şeirdən çox istifadə edibdir. Bəzi dediyimiz kimi kəlmələri şeycə yazıbdır, qırmızıca yazıbdır. Sətirlər bir-birinə çox yaxındır. O cür ki, hərflər bir-birlərinə, sətirdə bir-birlərinə başları, qışları dəyir o birisi sətilə. Və bu səhvə çox şuluq olubdur. Amma kəlmələr bir-birlərindən biraz ayrı kimi yazılıbdır. Əlbəttə, o qədər də ayrı deyil, yəni, amma yenə də o şuluqluğa görə ki, sətirlər bir-birinə yaxındır, kəlmələri təşxis vermək olur. Səhifələrə nömrə qoymayıbdır. Nömrə qoymadığı üçün aşağıda vərağın sol tərəfində ən son kəlmənin aşağısında sonki vəraq nə ilə başlanacaq onu da yazıbdır. Qırmızı rənglər biraz solğunlaşıblar, rənginin gözəlliğin və o nə deyirlər, şəffaflığın əldən veribdir, solğunlaşıbdır. Oxumağı biraz zor olubdur. Kitab isə 26 səhifədir PDF-də, yəni ki 54 səhifədir, yəni 52 səhifə üzr istəyirəm. 52 səhifəlik bir kitabla qarşı-qarşıyayıq və xətti çox gözəldir, çünki
Bunu mənim kimi türk dilində savadsız bir adam bunu çox rahatca oxuyar. İlla ki bunun düşünməsində zorluq çəksə başqa bir şey. Yəni kitabın bir üzünü oxumaq var, bir də anlamaq var. Kitabın sonunda kitabın cildinin hər iki cildinin ayırıb beləsi yapışdırıbdır. Kitabın zahirən üstünə gön çəkilmişmiş. Gönün üstündən hər iki tərəfdə səfənin qıraqdan bir yarım santimetr hər tərəfdən, dörd tərəfindən qalaraq üstünə Osmanlı dövründə su üzərində çəkilən yağlı nəqqaşidən çəkiblər. Amma hər halda həm o nəqqaşi köhnəlibdir zaman içində, həm də o gön hər tərəfdən cırılıbdır, köhnəlibdir, dağılıbdır və nə deyirlər, altındakı o kağızlar və karton görsənir. Qeydaq kitabın əvvəlinə görə bu kitab bizə nə verir? Dedik ki, bu kitabın sahibinin adı burada yazılıbdır. Sonra da bu ehtimalən vəqf olub kitabxanaya. Riza adında bir dənə də adamın möhrü burada vurulubdur. Ehtimalən elə İstəshəbəhül Fəqir Əli Riza Məhəmməd Xüləfai Əmmədi ya Amədi ya Əfəndi ola bilər. Onun möhrü də görünür. Çox qısa, fəqət rizasını oxuya bilirəm. O birisini oxuya bilmirəm. Gedək görək ki, kitab nə yazır, nə haqqında danışır. Əgər farsıca olsa, bunu oxumayacağıq, amma görək ki, nə yazır. Yəni, bizim bir usulumuz var kitabları, əski kitabları oxumağa. Neçə dənə? Bir, kitablar əl yazı olmalıdır, çap olmamalıdır. İkinci, kitab 250 ildən öncə yazılmalıdır. Üç, kitabın yəni 300 il, 400 il, 500 il, 6, 7, 8, 1000 il ömrü olsa o kitabları oxuyacağıq. Və üç, bu kitabın türkcə olması şərtidir. O da bu məsələdir ki, oxuyuruq. Bismillahirrahmanirrahim. Qəsidə-i Xəmriyyə Fariziyyə. Mən belə oxuram. Umarım ki, düz olmuş olsun. Qırmızı yazıb, rəh susalı şey olub da, aradan gedibdir, üst-üstə görsənmir. Həmd-i biğayət ol padişahi sərapərdi vəhdət cənabinə اولا و شکری بی نهایت ol تاجدار تخت احدیت معابینه əhradır ki, ya ehtimalən icradır, əhra olacaq yazıb burada, əhradır ki, cami məhəbbət asari və əfali ilə kafi ənami sərməstü səhbai məvəddət səfat və zat ilə xəvasi kəmlini kəmal olacaqdır ehtimalən, kəməlini yəni beləsi. Xəvasi kəməlini meypərəst edib cəzəbəyi keyfiyyət badə-i eşq ilə məqam نیستی və ixlasıdə ایصال درجه اختصاص و کران بار هستی و سقلت ağırlıq və سقلت ادبار خود پرستیدن خلاص ایلدی و افضل صلات و اکمل تحیات ال پیمانه حقیقت ذات و خمخانه şərab محبت صفات حضرتlərine səzadır ki, cürə-i cami محبت خواصی kəməlini ایصال بزم قربت و ادخال انجمن وصلت ایلدی و اشرف تسلیمات اصحاب ذوالنجاته mütemennadür ki, hər biri رونق بخشای محبت بزم الخواص və zinət əfzay nişimən məvəddətdir. Burada bir qırmızı xətt yazıbdır. Yaxşı görsənmir, amma tanıyım ki, görüm nə yazıb. Bədəhu qəsidə-i Xəmriyyə Fariziyyə. Adı Xəmriyyədir, Əhməriyyə deyil. Xəmriyyə ya Xumriyyə Fariziyyə. Bədəhu qəsidə-i Xəmriyyə Fariziyyə ya Xumriyyə Fariziyyə می محبت و باده حقیقت ایله مملو bir kase-i purnişve-i arıze olub. Arıziye olub. Ərbab həqiqət beynində məşhur və mötəbər bir nəzmi pürdürri və cühər olduğundan
نته شراحی شرح و تفسیر ایله شرح و تفسیر ایله رسیده درجه انشراح المشلر خصوصا ساقی شراب محبت. Şimdi görək bu sاقی شراب محبت. خصوصا ساقی شراب محبت و ملاقی جمال حقیقت olan حضرت ملا جامی قدس سره السامی لسان فارسی üzere şerhine ihtimam ve her beytine münasib rubaiyat فارسیه چشیده سلک نظام edib احسن تعبیر و ابلغ تعبیر و تفسیر ایله رونقده حسن انتظام و اختتام بولمغین نفع عام olsun için اکثر مزامین تعبیر دلپذیرleri یاد خصوصا رباعیات بی نظیرleri اجتهاد علونه رباعیات بی نظیرleri اجتهاد olunarak her beyt قصیده bir beyt Türkçe irad ve lisan Türkçe üzere şerh təhririynə ictihad olundu. Bu kitabı fikrim oxumuşuq. Mənim indi buradan yadıma gəldi, ortadan yadıma düşdü. Bu kitabı oxumuşuq öncələrdən. Çünki orada da görmüşdük, yazmışdı ki, Cami Həzrətlərinin bu kitab-ı qəsidə-i Xümriyye Fariziyyəni Farsıca yazıbdı. Bu oturur, bu adam o Farsı yazılana Türkçe bir beytlər yazır və onu şərh edir. Bunun üçün deyir ki, hər beyt qəsidəyə bir beyt Türkçe irad və lisan Türkçe üzərə şərh təhririnə ictihad olundu. İctihad yəni cəhd olundu, çalışıldı. İctihad ərəbcə cəhd sözündəndir. Cəhad sözü də cəhd sözünün məsdəridir. İctihad yəstədu ictihad, müctəhid müctəhad, müctəhid beləsi hala ərəbcədə bunun müxtəlif siğələri vardır. İctihad məsdərdir hər halda. Kəlmənin köküdür. Çalışmaq anlamındadır. Savaş anlamında deyil. Cəhad sözü də çalışmaq anlamındadır. Savaş anlamında deyil. Savaş da İslamda bir çalışmaq olaraq nəzərdə tutulursa, bir şeyi saxlamaq üçün ya bir düşüncəni saxlamaq üçün ya genişdirmək üçün ya qorumaq üçün bir yeri, bir şeyi, bir şəxsi ona cəhad deyilir. Və bilirsiniz ki, cəhad sözü təkcə savaşda işlənmir, bəlkə hər kəs iş üstündə ölə, işləyə əhliyalına həlal pul qazanan adama da şəhid deyilir. Çünki o da bir cəhd edilir. Həm ailəsi üçün, həm müsəlmanlar üçün. İctihad olundu. Mütaliə edən, ixvan xulus nəhadədən mültəmisdir ki, bu əhqər ibad olan adı kimdir? Səlahi, naşadi bir duayı xeyr ilə yad buyururlar. Pəs bu adamın, yazarın adı nə mənədir? Şarihdir, əlbəttə yazar deyil. Şarihin adı nə olacaqdır? İbad olan Salihi. Səlahi, üzr istəyirəm, Səlahi. Səlahi naşadi bir duayı xeyrəl yad buyurarlar. Şad deyil, niyə şad deyil? Bilmirəm. قال الشيخ العالم العامل والعارف الفاضل شرف الدين أبو حفص عمر بن علي السعدي المعروف بابن فارس المصري قدس الله تعالى سره وأعلى في الملأ الأعلى ذكره. Yazan kimdir? İndi bu qəsidənin yazarı kimdir? Onu görək. Qəsidənin yazarı ya qəsidə deyən, o adam ki, qəsidə bir növ şeiridir, uzun. Onu deyən adamın adı nədir? Şərəfüddin Əbu Hafs. Şərəfüddin Əbu Hafs Ömər ibn Ali
Ömer ibn Ali Es-Sa'di El-Ma'ruf be İbn Fariz El-Misri. Bu kitabı nəzərimə gələn oxumuşuq. Yəni mən xatırımda belə qalıbdı. Yeriz boş. Nə deyibdi o? Deyibdi ki, qaləni dedi əvvəldə o adam belə deyibdi. Şərabna ala zikril habib samidə ya samətən səkərna biha min qəblə ən. Burada qırmızı yazıldığı üçün beytlər oxunmur mütəəssifanə. Ən ehtimalən hər nədir üstünə də bir şeylər yazıblar. Əl-Kirəm. Şürbi hərəkati səlasi ilə mütləq içmək mənasına. Şürb içmək. Şərab sözü içəcək anlamındadır. Şürb sözündən düzənir. Şürb, şərab. Hətta məsələn bizim Təbrizdə və Qəradağda xiyarşur saxlamaq üçün, xiyarı şor eləyib saxlamaq üçün duzu suda əridirlər. Xiyarı yığırlar içinə, biraz da üstünə kərəvizdən filandan qoyurlar. O yavaş-yavaş qalır, orada biraz da gözəlləşir. Bir qış fəslində yeyək onu. Hətta onun da suyuna şaraba deyirlər. Şoraba ya şəraba. O şoraba, yəni içməli. Şərab sözü mütləq içmək üçündür. Onun üçün biz şərab deyəndə bu da şərabdır. Yəni içməlidir. Süd də içməlidir. Bəzən ad qoymuşuq. İndi bunun adına bir ad qoyublar, ona süd deyiblər, ona su deyiblər, ona alkollu olsa o bir ayrı şey vardı, macərası var. O da başqa bir şərabdır. Yəni o da içməlidir, amma onun da din içərisində hər dinə görə, hər topluma görə onun da başqa bir hökmü var. Çünki normalda insanlar da o hökmə qulaq asmazlar. Hər nə mənə ki haram ola ya onu təhrim eləyələr, onun yeməsini, içməsini, görməsini, əl vurmasını, onu dadmasını, onunla bir olmasını o insana xoş gələr. İnsan o cürdür. İnsan o şey ki onu mən eləyirlər bir işdən, ona dadmaq istər, onu bilmək istər, onu yaşamaq istər. Həzrəti Adəmlə Həvvanın da elə məsələsi budur. Allah deməsəydi ki, sən məsələn bu hər nə idi o behişdə olan, onu yemə, o yeməyəcəkdi ehtimalən. Yesəydi də müşkül olmayacaqdı. Amma bunu görə ki, ona demişlər onu yemə, buna həyəcan düşür ki, o nə mənədir yeməyim deyə. Daimən fikri onun üstündə dolanır. Onun üçün insanlar görürsünüz ki, Həzrəti Həvvanın başına yıxırıq, amma insanlıq belədir. Yəni Həvva xanımın müşkülü deyil. Həvva xanımın İngiliscə curiosity türkcəsini bilmədiyim üçün deyirəm. Yəni axtarıb anlamaq istir. Nədir bu? Farsca koncavi. Küncü axtarmaq, koncavi, küncü axtarmaq. Güşə bucaqda bir şey gizlədiblər, axtarırlar. Ona deyirlər künckavi. Yəni güşə bucağı axtarıb bir şeyi tapmaq. O şey ki gizlədilibdir. Özü də deyib ki, bir şey gizləmişəm burada, əl vurmayın ha. Onu axtarmaq. Və buna insanın beyni belədir. İnsanın beyni anlamadığı məfhumun da alısından getməz. Amma bir məfhumu deyərlər, o məfhumla tanış ola, onun da alısından gedər. Ondan da qadağa eləsələr, onun arxasından gedər. Məsələn, indi hər kəsə desən siqar çəkmə, zərərlidir filan, amma çəkər. Çünki dedin çəkmə. Amma o zaman ki işin olmaya, İranda bir siyasət götürdülər inqilabdan sonra, çox pis siyasət idi, kopenizə eləmək.
Mənim yadıma gəlir, hətta bizim məhəllədə adam istəyir süpürgə satsın. Bunu bir-iki dəfə də demişəm bəlkə. Getdi o məsciddə olan adama dedi ki, mən bu süpürgələri satamıram, satım gedim evə. Mən şahidəm buna, özüm gözümlə gördüyüm üçün deyirəm. Adam biləndiğini aldı əlinə, o adın indi nədir biləndiğinin farsda, speaker. Onu aldı əlinə, mikrofonu aldı əlinə və başladı danışmağa. Məsciddə kuponla süpürgə veririk. Arvadlar, kişilər, töküldülər, səfər durdular. O indi neçə dənə süpürgə idi, aldılar, qalanları da insanlar gəldi, yox qutardı da sizə yetişmədi. Beləsi yaydılar. Yadıma gəlir ki, bir çox adam siqar çəkmirdi, mən tanıdıqlarımla. Yəni siqar yandıralar, onu içələr, türkçədə içmək deyirlər. Əsla içmirdilər siqara. Amma gəldilər, dedilər ki, bu sənin haqqındır. Eləyə bilərsən, alasan, içməyəsən, satasan. Sonra dedilər ki, içməyənə, çəkməyənə vermirik. Adamlar məcbur oldu, bu mənim haqqımdır deyə onu alıb içələr. Yəni, büdürlüklə, beləliklə siqaranı çox gözəl bir siyasətlə o siqara fabrikaları bu şeyi, kupon da mənim haqqımdır deyə aldılar, çəkdilər. Mən məsələn o adamlardanam ki, bir şeyləri toplumda yayılsa onunla işim olmaz. Məsələn, onlardan biri kuponla çox işim olmadı. Ərz edeyim xidmətinizə, çay içmərəm, siqara içmərəm, alkol içmərəm. Ərz edeyim ki, bəzi şeylər, tüstü qismətinə əl vurmaram, bəzi davalara əl vurmaram. Onlar ki, rəvan gərdan deyirlər, yəni psixolojikal. Psixoloji üzə təsir qoyur, onlara əl vurmaram. Və müftə olmağına da baxmaram, haqqım olmağına da baxmaram. Mənim haqqım deyil o. Heç kəsin haqqı yoxdur özün ya ailəsinin xərcin tüstüyə verə məsələ. Ya özün xəstə eləyir. Heç kəsin bu haqqı yoxdur. Heç kəsin bu haqqı yoxdur özünü öldürə. Heç kəsin bu haqqı yoxdur özün mərizlədə. Heç kəsin bu haqqı yoxdur özün ya ailəsinin mərizlədə xəstə eləyə filan bəhman. Bizim baxışımızda. Nəinki insanlar eləyə bilərlər, əlbəttə ki, insan özünün malikidir. Amma bizim baxışımızda, özəlliklə türk, müsəlman bir insanın baxışında yaşam müqəddəsdir və bir dəfədir. Və o bir dəfəni ən son ləhzəsinəcən ki, Allah alacaqdır, yaşamaq lazımdır. Bundan dolayıdır ki, edamla müxalifik. Mən bir şey oxudum, yazmışdı ki, Osmanlı dövlətində savaşlarda çoxlu adam ölübdür. Amma məhkəmələrdə o 600-700 ildə ki, Osmanlı hakim olubdur, ölənlərin sayı 98 nəfərə çıxıbdır. Yəni 98 nəfər 600-700 ildə məhkəmələrdə edama məhkum olubdur. Bu da bunu göstərir ki, çox böyük cinayətlərin dalısıca belə bir şeylər olubdur. Yəni hər bir şey üçün insanların ömrün əllərindən almaq və bu yaşamı onlardan almaq böyük bir cinayətdir. Hər halda söz hardan gəldi, hara getdi? Şurb hərəkatı səlasə ilə mütləq içmək mənasındadır. Üç hərəkətlə nə mənədir? İndi görək bunu deyəcək yox. Ehtimalən iradə edirik, gedirik o içməlini götürürük əlimizə, başımıza çəkirik və onu içirik, uduruq gedir. Bu içmək olur. İndi əgər məsələn biz bunu alsaq ağzımıza, amma içməsək, udmasaq, tüpürsək eşiyə, bu içmək hesab olunmur. Burada bu şey görsənirmiş. O əzinti. Çox gözəl bir məzzəsi var. Yeriz boş. Şürbi hərəkət salisə ilə mütləq içmək mənasına dür. Su olsun, qeyri olsun və zikr anmaq mənasına və zikr anmaq mənasına və həbib bir məni məhbubdur. Zikr anmaq. Zikr nə mənə anlamında da orada işlətdi? Əla zikri həbib. Zikr yəni anmaq, xatıra saxlamaq, yadda saxlamaq, dilə gətirmək. Həbib bir məni məhbubdur. Məhbub.
Həbib sevilən bir adam. O adam ki, məhəbbətimiz var onun üçün, ona həbib deyirlər, ya məhbub deyirlər. Və mudamə kəlməsi və mudamə xəmr mənasınədir. Mudamə sözü ki, ehtimalən bu şeirin harasında işlənibdir, xəmr adındadır. Xəmr, Quranda onun bir hökmü var. Nədir? Ondan geçək. Etibar ilə ki, şaribi ana müdavimət göstərə və səkri məst olmaq mənasındadır. Deyir ki, bu məniyə xəmr şeydir ki, və mudamətə xəmrin, ehtimalən mudamət xəmr, burada deyirəm mən səkərna biha min qəbli, orada görürəm. Deyir ki, mudaməti xəmr mənası nədir? Ehtimalən mudamə ya xəmr mənası nədir? Mudamə orada sözü, ehtimalən o, mən mudamiymiş, onu sami toxumuşam. Mudamə olacaqdır. Şərabna alə zikril həbibi mudamətəs zikrina biha. Tamam. Bu mudamə sözü deyir, xəmr mənasınadır. Xəmr, biz analarımız indi də qədimdə xanımlar, yaxçı insanlar evlərinə çörək bişirirlər. Unu su ilə qatırlar. Bir müddət qoyurlar qalsın, bu təxmir olsun, xəmir coşsun, yetişsin, şişsin. O halətdə ki, xəmir şişir, içindən də bir turş iyi gəlir, ona təxmir deyirlər, xəmir. Hər bir şeyi, qarpızı, meyvəni, bu südü, hər nəyi qoyasınız bir müddət qala. O təxmir olar və məzəsi çevrilər. Özəlliklə mən qarpızda bunu çox görmüşəm. Qarpız qalır, içərisi yetişir, kəsməsəz bir müddətdən sonra o içində öz-özünə təxmir olur. Biz məmulən o deyirik, içi geçibdir, yemirik onu. Amma o içində öz-özünə təxmir olubdur. O şərabdır bir cürə, alkolu da var azdan çoxdan içində və bu məsnud alkol deyil. Yəni özü-özündə, meyvə özü-özü içində bunu şey eləyibdir. Hətta bəzi meyvələr ağaclarda özləri qalarlar, özləri təxmir olarlar, alkol olar, içində az da olsa alkol olar. Bəzi heyvanlar bunu yeyərlər, çox da xoşları gələr. Özəlliklə bir növ meymun var zahirən. Bu təxmir meyvələrin aşiqidir. Onları yeyər, məst olar və məstlik haləti əl verər heyvana. Heyvan məsələn heyvanlardan qorxmaz, düşər onların qabağına, onların qabağında oynar. Nəhayətində də yeyilər gedər də. Yəni bir iş beləsi bir şey olar. Xəmr mənası nədir? Şu etibar ilə ki, şaribi ana müdavimət göstərə. Bu şərt ilə ki, deyir ki, onu gündə içə, ona müdavimət göstərə. Yəni hər gün, yəni neçə gündən biri deyir ki, mən daimən bunu içirəm. Ehtiyat, mötəd ola. Onda deyir ki, əlbəttə hökmünə və səkr ya sükr məst olmaq mənasına və kərəm əsmə çəbuid əsmə çəbuidir. Bilmirəm çəbui nədir? Farsidə tak dərlər. Aha, çubuğudur. O çubuq olacaqdır və kərəm əsmə çubuğudur. Bu kərəm əsmə, orada o kərəm ki axırda vardı, asma çubuqdur. Yəni nə mənə? Kərəm əsmə çubuğudur. Farsidə tak dərlər ona və şərabina fiil və faildir əla zikril həbib mütəəlliqdir şərabinaya mudamətən məf'ulidir, müdamətən məf'ulidir. Səkərna biha cümləsi mudamətənin sifətidir və min qəbl ən yəxlüqəl kərəm də car و məcrur şərabnaya mütəəlliq olmaq ənsəbdir. Ənsəbdir, yəni bağlanıb ona, nisbət verilib ona. Tərcümeyi beyt. Əgər eləyə bilsək, qırmızı yazılıbda oxuya bilsək. Nuş edib yadinə yarın olmuşuz məsti mudam. Bulmədin bu bağ aləm ta ki əngur ilə nizam. Belə bir şeir burada yazılıbdır. Yəni Həzrəti Dostun zikri üzərinə bir badəyi nuş edib
آنین سرخوش بلکه مست و مدهوش olduk ki باده şarab مشهور pürşerrü şur olan درخت انجور هنوز rubaiye. Bu henuzdan sonra da rubaiye getirip bir ayrı ruba. Halk olunmamıştı ruzi ki medar çarx aflaç nebud. Xalq olunmamışdı ruzi ki medar çarx aflaç nebud. Bu beləsi olubdu. Çox üzr istəyirəm. Cümlə beləsi olacaqdı. 2 dənə cümləni qatdım. Rubaiyə türk cümlənin ortasında yazılıbdı. Bunun qıraqlarındakı türk cümlənin davamıdır. Beləsi oxuyacaq. Şur olan dirəxt əncur hənuz xalq olunmamış idi. Rubaiyə burada gələcəkdir. Rubaiyə. روزی که مدار چرخ افلاک نبود و آمیزش آب و آتش و خاک نبود بر باد تو مست بودم و باده پرست هرچند نشان باده و تاج نبود. Hərçənd nişan badə və tac nəbud. Burada şeir qurtarır, nəzm, bir ayrı nəzmə keçir. Ol cənab-ı padişahı ləm yezəl ta... Bu adam indi özündən yazır. Yəni o şeiri ki üst oxudu ərəbcə, onu istir açıqlasın türkcə. Ol cənab-ı padişahı ləm yezəl tacdar təxt iqlim əzəl zat-ı fərdiyyət ilə mövcud ikən yani رنج ما سوانا بود iken Bəhru bud sözü bizdə türkçədə görürük burada bir bud bir də nabud var. Bud qıçımızın bir parçasına ya bacağımızın bir parçasına qıç türkçədə anlamı yaxşı deyil amma Azərbaycanda və İrandakı türklərdə qıç bacağa deyilir. Türkiyədə bacaqdır, yəni qol qıç, amma qıç ayrı bir mənası var ki, burada dilə gətirməkdən həya etmək lazımdır. Ol cənab-ı padişahı ləm yezəl tacdar təxt iqlim əzəl zat-ı fərdiyyət ilə mövcud ikən yəni rəng masivana bud ikən. Bud sözü indi gedibdi orada farsçada bir feil olubdu. Bizdə budun cəm bağlayanda da millət anlamına gəlir. Varlıq anlamına da əslində bud. Bud varlıq anlamınadır. Varlıq. O anlamadır. Yəni rəng-i masivana bud ikən var ikən. Farsıda da elə varlıq anlamına işlədir. Bəhru vəhdət eşq ilə mövc ürmədən bu zəmin o asmani qurmədən qurmaq yəni yaratmaq. Künz məxfidi dəvati elm zat rəşhi bar olmazidi əqlam sifat rəşəhi bar olmazidi əqlam sifat elm zatın feyzi qıldı iqtiza که اوله انوار صفاتی رونما ذاتینه قلدی تجلی چونکه ذات جوشه گلدی بحر اسماء و صفات اقتضا ادی مراد ظلمنن kim sıfatı seyrede ayineden oldu mevcud eyni fahri kainat kim sıfatı seyrede ayineden oldu mevcud eyni fəxri kainat eylədi haqqi orada bir iştibah eləmişəm etmənən iqtiza etdi murad zulmənən kim sıfatı seyredə ayinədən oldu mevcud eyni fəxri kainat eylədi haqq zatini mir'at zat پرتوانداز oldu əsma-i xuda cümlə əyan oldu anda runəma. Şeir burada qutardı və getir yenə mətnə. Burada şair özü, yəni şarih özü bu şeiri yazıbdı. Əvvəldə bunu demişdi. Pəs vasitə mir'at zat və rabitə ayini əsma və sifat ilə zat biçun و bی همتانın iki təcəllisi vardır. Birinə təcəlli elmi qeybi dərlər ki, Həzrət elm zatidə suver اعیان ثابته و قابلیات و استعدادات ile vücud hakkı celle ve ala kendüye
zuhurindən ibarətdir. Bu təcəllidə əyan sabitə vücud eyni ilə müttəsəf dəcillərdir və elm-i mərifət və eşq və məhəbbət əmsali kəmalatləri məhəbbət əmsali kəmalatləri kəndi həqiqətlərində pinhan və nabeydadır. Peyda və napeyda. Bida yazıbdır. Pinhan və nabidadır. Burada bir şey yazıbdır. İkinci, o birincisiydi burada. O Allah'a göre iki tane dedi vardı. İki tecellisi var. Birincisi de tecelli sıfatıdır. İkincisi tecelliye vücudi şahadi derler. İkinci tecelliye vücudi şahadi derler. Ruhen ve misalen ve hissen a'yanın istidad ve kabiliyetleri hasebiyle Cenab-ı Hakk'ın vücudunun zuhurinden ibarettir. Ve bu ikinci tecelli evvel üzerine mürtebittir. Her kemalat ki tecelli oldu evvelde şeda her ve bu ikinci tecelli evvel üzerine mürtebittir. Her kemalatı ki tecelli evvelde a'yanın istidad ve kabiliyetlerinde. Burada bir 7 yazıb aparıb qırağa hardadır onu görə bilmirəm. Acaba orada qıraqda bunu yazıbdı, harda yazıbdı? Bir 7 kim açıb? Ehtimalən sətrin axırı biraz az gəlibdi. Ora onu qoyub şoranı doldura, ora açıq görsənməyə. Sətrin başı düz görsənə. Ehtimalən, çünki qıraqda görmürəm, ona görə bir şey yazmış olam. İstidad ve kabiliyetlerinde münderec idi. Anun mezheri olur. Pes bu beytide müdameden murad nazım-i kudsi seri muhabbet zatiyedir ve şerbi müdameden murad mertebe a'yan sabite istidadat ve kabiliyat muhabbet zatiyeyi kabuliden kinayettir. Ve zikri Habibiden murad a'yan sabite mezher tecelli gaybi olduklarıdır. Çünkü kenzen mehviyen fe ahbabtu en u'refe fe halaktul halqa ve bu zatine ve bu mehabbet zatiyeye işarettir. Bu takdirce zikrin Habibe izafeti masderün failine izafeti kabilindendir. Ve bu mertebede sekriden murad istidadat sekridir ve keremden murad kesret vücud eynidir. Yani tecelli ilmi gaybide a'yan sabitemiz şarab sıfatı yani tecelli ilmi gaybide a'yan sabitemiz şarab sıfatı muhabbet zatiyeye qabil ve müsteid olup sebep istidad sükrümüz olduğu ki bu kabul ve istidad zuhuri kesret vücud eyninden akdemdir. Ciddice rubaiye, bir dönem rubaiye yazıbdı. Rubaiyeler zahiren birazı Farsçadır. Çünkü gedir o caminin şiirlerine istinad edir. Hoş anke brunz alemi sırrı alen ney rahat ruh دیده ney zahmet تن در زاویه کتم عدم کرده وطن من بودم و عشق تو و من یا خود şarab müdameden murad nazım alem ervahide sıfati muhabbet zatiye ile mütehakkik olmak ihtimali vardır. Bu ne kadar? Bu takdirce zikrin Habibe izafeti masder mef'ule izafeti kabilinden olur. Ve sükr hakikat sükr olur ki müşahidi cemal ve celal hakda ervahi kemlinin kemali hemen. Kemlinin heyman ve heyretinden kinayettir. Yani canın tene teaşşügünden akdem dostun yadi üzerine şarab-ı mehabbeti nuş eyledin ki müşahidi cemal ve celalde ervahımızın mest ve heyranlığı o şarabın keyfiyetinden idi.
Rubaiyə gedir, ehtimalən yerində farsca bir rubai olacaqdır. Görək ki, nə deyir. Zan پیش که خضر جان فتد در ظلمات در چشمه تن روان شود آب حیات خوردیم می عشق ز خمخانه ذات بی کام و دهان ز جام اسماء و sıfat. Molla Cami Qəddəsə Sirri Həzrətləri buyurmuşlar, əgər dinilirsə, yəni deyilirsə, əgər bir ayrı adamlar bir sözü deyirlərsə ki, bu tevcih vücud ərvah əşbahidən əqdəm olmağa mövqufdur. Bu isə məzhəb-i hükəmada müsəlləm dəcüldür. Zira onların indində vücud ərvah husuli məzac və təsviyə əşbahdən sonradır. Və İmam Hüccətül İslam əleyhi rəhmətül əllam Həzrətləri dəxi bu əmrdə onlara müvafiqət eyləmişdir və ol xəbər məşhur ki İnnəllâhe Teala xalaqal ərvah qabləl əcsadi bi əlf amindir. Böyle həml eyləmişlər ki, ərvahidən murad məbadi silsilə-i vücud olan ərvahi mələkiyyə Çox doğrudur dostum, təşəkkür edirəm. Böyle həml eyləmişlər ki, ərvahidən murad məbadi silsilə-i vücud olan ərvahi mələkiyyədir. Hükəma-i uqul və nüfus təbir edərlər və əcsaddən murad əcsad aləmdir ki, ərş و kürs و افلاک و انجم و عناصرdır. Cavab verilir ki, Şeyx Kamil və Mühəqqiq Sədrəddin Qunevi Həzrətləri bəzi risailində təhqiq və təfsil buyurmuş ki, umum adəmiyanın vücud nüfus cüz'iyyə insaniyyəsi husul məzacidən sonradır. Amma kəmməl və xavasın vücud nüfus külliyyə insaniyyəsi husul məzacidən əqdəmdir və nüfus külliyyədən murad ol nüfus cüz'iyyədir ki, mərtəbəyi cüz'iyyədən külliyyəyə tərəqqiyə onlarda istedad ola və sıfat təqyidiyyə ərziyyədən bir heysiyyət ilə münsələx ola ki, kəndi külliyatına udət edib ana müttəsil ola. Zira əzvat nüfusi cüz'iyyətləri heysiyyətindən məbdə-i əvvəli müşahidə mühalidir. Əhli şuhud indində müttəfiqun əleyhidir ki, nüfusi cüz'iyyəti heysiyyətindən külliyyəyi müşahidə edəməzlər ki, ana udət edib müttəsil olalar və mərtəbəyi cüz'iyyədən külliyə tərəqqiyə istedadi olanlar mi'rac ruhaniyyədə təbəqətən bədə təbəqətin külliyata müttəsil olduqlarında hər ittisalıda istedadən və vücudən və nurən və bəsirətən istifadə və əql ola. İntiha və ittisallarında müşahidi məbdə ola müstəid olurlar. Bu həqir kəmbəzaət və pürtəqsirün əql qasirinə nisbət ilə bu maddədə əshab hikmət ilə ərbab həqiqətün beyniləri min vəçin tevfiq və bu cünə təhqiq olunur ki, hükəmanın ruhundan muradları ruh heyvanidir. Bu isə əlbəttə husuli məzac və təsviyə əşbahidən sonra mövcud olur. Zira ruh heyvani dedikləri خلاصه غداçı dəm rəqiq və musaffadır. Qəda nə deməkdir bilmədim bunu. Xülasəyi غداçı dəm rəqiq və musaffadır. Cəvfi qəlbidə müctəmi olub hərarət əziz ilə
آندن bir بخار لطیف حاصل و مجاری اعصاب و عروق جاری و جمیع اقطار تن و زوایای بدene sari və mütəvasil olub. Tamam, geçir damarlarda qanın işləməyi ilə danışır, istəyir o məsələni açıqlasın. Gördüyünüz kimi çox dərin bir kitabdır. Bir dənə beyti istəyir açıqlasın və uzun onun haqqında yazılar yazır. Əslində Müslümanların beynində din içi fəlsəfə və din eşiyi fəlsəfədən danışır. Hər ikisindən danışır və bu çox önəmli bir məsələdir. Bir kitabda ki 52 səhifəlikdir, onda 4 səhifəsi cildidir. Yəni 48 səhifəlik bir kitabda biz bu dərinlikdə bir məsələlərlə tanış oluruq. Kitabın yazanın adını bildik, şarihin adını bildik. İndi gedək görək ki, bu kitabın sonunda bir tarix tapa bilər miyiz ya yox, ona bir baxaq. Son səhifəni oxuyaq, görək ki, nə yazıbdır. Rübaiyyədən başlayaq. Yəni görək ki, nə olur. Şitaban olur tamam. Rübaiyyə. Əfsus ki, وقتی کار از دست برفت اسباب وصال یار از دست برفت در معرض یک دولت ناپاینده صد دولت پایدار از دست برفت. یا رب یا غفور دیده بصیرت و شعور مزدن رمد غفلتی دور و کحل هدایت ایله مجلا و پرنور edib köhnə süfal dil purmelal mizi باده عشق ile مالامال و حزیز مزلت فرگته پایمال olan آشفته حال جذبه عشقünle بالانشتین بزم و وصال edib ارباب فضل و کمال نظرن نقصانımız ile purmelal eylemeyip kendi lütfunla rasideyi سرحد کمال ایله. رباعیه در دن ایله دیوانی عشق ایله الهی در دن ایله دیوانی عشق ایله الهی لطف دلی پیوانی عشق ایله الهی عشقün ایله بی نام نشان اوله صلاحی سرحلقه خمخانی عشق ایله الهی. Burada şairin yəni şarihin sonunda öz adını yenə gördük ki adı əvvəldə də yazmışdı bir yerdə, sonrada da yazdı. Burada da gördük ki, Səlahi adını şeirin sonunda işlətdi, özünü də dua elədi. Allah Taala rəhmət eləsin, böyük bir iş görübdü, böyük alim və böyük bir düşünür insan imiş. Bərai təsmiyə və tarix. İndi kitabın adını nə qoyubdu və tarixdə hangi tarixdə yazıb ona baxaq. Çün feyz eşq xudadır müdad xami şər. Çün feyz eşq xudadır midad xami şerh denildi tercümetül eşq şerh töhfeye nam. Pəs adı nədir? Tərcümetül eşq. Əsl adı budur kitabın. Tərcümetəl eşq. Əsl adı qırmızıda yazıb ki, yəni bəlli olsun ki, bunun adı nədir? Denildi tercümetəl eşq şərh-i töhfəyə nam. Ərz duadır əsərdən dəxi bəhanə gərək. Ərz duadır əsərdən dəxi bəhanə gərək. Xətaya zeyl əta və qüsurə əfv kəram. Xətaya zeyl əta və qüsurə əfv kəlam. کلام دور و دراز کلام دور و دراز سخنورانیدر کلام دور و دراز سخنورانی نیدر سفید و مختصر olmaq gərək binای کلام صلاحی نشوی وحدتlə tarix ana müzəyyən elədi bəzm ziyایی cami müdam. İndi burada Səlahi nəşve-i vəhdətlə Nəşve-i vəhdət tarix ana. Bu bunun oldu tarixi. Mən gedək görək ki, bu nəşve-i vəhdəti nə mənə oxuya bilirik? Burada nəşve-i
Nəşvi vəhdəti ehtimalən yazmışdı. Görüm ki, o cür yazıbdı, yoxsa yanlış oxudum. Vəhdətlə. Ehtimalən vəhdət olacaqdı. Vəhdətlə əvvəl yazaq, görək ki, nə olur? Vəhdətlə əbcəd hesabı nə olur? Görək ki, bunu nə yazır bizim üçün? Nəşvi vəhdətlə əbcəd hesabı nə olur? Hərfləri bir-bir yazırıq. Nun nəşvədir, nəşvi nun 50-dir, şin 300-dür, vav 6-dır, h 5-dir, yenə vav vəhdətin v 6-dır, vəhdətin h 8, dal 4, t 400, lam 30, h 5. Cəmən 667 olur. Tamam, bu kitab, bu hesab düzgün kəlimələrin yazılışı əsasında. İndi burada əgər l ilə h-yi çıxsaq axirdə, çünki o ola bilər ki, oradan olmasın. Onlar neçə? 600, orada 35 çıxsaq bundan. 40, 35, 41. 641 olar. Mən bunu bir maşın hesabda da hesablayayım ki, qələt elə olmasın. Kitabın, indi deyək ki, 676-dan çıxsaq 35-in, L 30-dur, H 5-dir, onu çıxsaq 641 olar. Bəs bu kitab üst-üstə 2 tarixdən birində yazılıbdır, o qədər fərq eləmir, 35 il fərq edir. Amma tarixdə böyük fərq eləmir, amma bizim üçün kitab oxuyanda o kitabın ömrünə görə çox böyük fərq edir. Şərhin yazılma tarixi. Bunu yazaq burada nə ilə? Adı yazmışdı ki, nəşvi vəhdətlə. Nəşvi vəhdətlə. İndi bu əgər lə hərfi hesab olmazsa tarix 641 olar. 641 hicri olar. Əgər lə hərfi tarixdən olursa, onda 676 hicri ili şərhin yazılma tarixi olar. Onda kitabın neçə il bundan qabaq yazılar? Yəni, indi bunu buradan çıxsaq, deyək ki, budur. Bundan çıxsaq 1447-ci il deyiq, bunu çıxsaq 806 il öncə bu kitab yazılmış olar. Bu kitab ya 806 il öncə yazılmış olur, ya da 30 il bunun üstünə gəlsək, yəni desək ki, 1447, 1447-dən əgər çıxsaq, 676-nı 676 771 il ya da 771 il öncə yazılmış olub. Bu kitabın
Çox da gözəl yazılıbdır. Ehtimalən, indi biz bu şey ki gördük, biz qeyd edək indi kitabın özünə diqqət buyursaz, kitab çox taza görünür. Bu bunun anlamındadır ki, bu nüsxə sonralar yazılıbdır. Mənə belə gəlir. İndi mən buradan bu kitabdan bir əks salım və bunu verək PDF-ə, Cimnaya və şeyə görək ki, bunun haqqında bir tarix təxminində bulunur ya yox. Tamam, bunu bağlayaq və gedək buradan. Gedəcəyik burada shot screen-də. Bu səfhəni əlyazma, xətt, renk, cöhərlər, kağız, ahar, təmizlik, köhnəlik və digər açılardan analiz edib bunun yazılması üçün bir tarix verə bilər misin? Görək ki, buna görə bir tarix verir. Məsələn, bu nüsxə neçə yüz il bundan qabaq yazılmış olar. Mənə belə gəlir ki, bu kitab bir neçə yüz il bundan qabaq yazılmış olubdu. Yəni, çox da qədimi 800 illik kitab deyil. Əsli 800 il bundan qabaq yazılıbdı. Amma sonralar bu değişib biraz. Tamam, görək ki, nə yazdı? Sumay çağı, başqa problemi nədir bu demək? Burada demişik, tarixləri yaz. Hər mətləb yazanda özündən bir tarix yazır. İndi məsələn 26 Zilhəccə 46, əslində 26 Zilhəccə deyir ki, bu 9, yox onudur. 9-dur, amma çox hər mətləbə bir tarix qoyur özü. Nəzərə gəlir ki, mən nə yazsam, ya hər nə soruşsam, ona bir yeni tarix qoyur və heç birisi bir-birini oxumur. Birdən görürsün, indi bir ayrı sual soruşsam, bir ayrı səhifədə, bunda yox. Orada gedəcək, məsələn, yazaq Rəbiül əvvəl. Belə bir vəziyyət var. Xətt və yazı üslubu. Xəttin növu bu mətn Osmanlı dövründə divan, dəftəri və ədəbi əsərlərdə çox görünən, özünə məxsus bir nəstəlik, təliq şivəsi, yəni Osmanlı təliqi adı ilə tanınmış, onda yazılmış. Hərflərin hərəkəti axarlı, biraz mail və bir əsər nəsxi təsərrü sürətli yazılı, yəni nəsxi təsərrü, yəni sürətli yazılan bir nəsx əhvalı daşıyır. Katib məharəti, xətt bəlli bir nisbətə və incəliyə malikdir. Kənar qeydlər, haşiyə yazıları və başlıqların adəti Osmanlı münşi özəlliklərini əks etdirir. Əlbəttə, bu sonacan kənar yazı yox idi. Kitaba gəlsək, burada kənar yazını görürük. Bu kənar yazı o birisi səhifələrdə yox idi. Cövhər və rəngin paleti. Qara, qəhvəyi cövhər, midad, mətn üçün istifadə olunan əsas cövhər, klasik İslam xəttatlığında istifadə edilən
İs-his. His mürəkkəbi doğulu mürəkkəb. Bu mürəkkəb zamanı ötdükcə tam qapqara qalmaz. Xəfif qəhvəyi qırmızı bir çöküntüyü döymüş ətiqə rəngi alır ki, bu da yazının əsl olduğunu göstərir. Qırmızı cöhər, ləl ya şəngərf başlıqlarda və əhəmiyyətli kəlmələrdə, məsələn, tərcümətül eşq, səlahi, nəşvi, vəhdətlə istifadə olunan qırmızı rəng klasik şəngərf. İnci bunu ehtimalən cinnabar deyirlər ingiliscə ya da mərcan mürəkkəbidir. Rəngin parlaqlığı qurumayaraq xəfif matlaşması və kağızın düzündə qeydi səmimiyyəti, köhnəliyinə işarə edir. Kağız və ahar. Pərdəxt. Kağızın növü, kağızın düz üzündəki xəfif dalğalanmalar, ləkələr və rəng incəliyi onun bir əl yapımı aharlı şərq kağızı olduğunu göstərir. Kağızın rəngi köhnəlikdən və təbii proseslərdən kölgələnmiş gümüşü kirem açıq noxudu rənginə dönmüşdür. Ahar ya ahaz, hər ikisi də yazılırmış. Kağızın üzərindəki xəfif partlamalar və mürəkkəbin kağızın arxasına geçməsi onun istifadə edilən yumurta ağı və nişastə aharının zamanla yaratdığı təbii örtük hissi olunur. Təmizlik, köhnəlik və fiziki durum. Kağızın kənarlarında düşən saralmalar, nüfuz edən nəmlik ləkələri və köhnəlik quruluğu yaradan ətiqə surəti vardır. Səhifələr yuxarı qismində bir az yeyilməyə məruz qalsa da, ümumi olaraq təmiz və yaxşı qorunmuş kitabxana dəftəri durumunda bir nüsxədir. Mətni analiz və qəti tarix əbcəd hesabı ilə. Ən önəmli nöqtə sol səhifənin alt qismində yazılan mənzumi tarix və əbcəd maddəsidir. Burada deyilir, səlahi neşvi vəhdətlə tarix ana müzəyyən eyliyə bəzmi ziyayi cami mudam. Əcəba belə bir şey var idi, yoxsa tərsi oxudu? Bəli, tərsi oxuyubdu. Belə bir şey yox idi. Harada idi? Yox, düzdür. Müzəyyən eyliyə bəzmi ziyayi müdəm. Düzdür, oxuyubdu. Kitabın müəllifi böyük ehtimala məruf Osmanlı sufi və şairi Əbdullah Səlahi İşşaqi, vəfat 1197 Hicridə. İndi bunun adı nə oldu? Hara getdi bunu? İtirdim mən. Əbdullah Səlahi İşşaqi. Əbdullah Səlahi İşşaqi, vəfat 1197. Yəni 1197-də olsa bu çox şeydir. Bu 200 il bundan qabaqdır, 200 neçə il bundan qabaqdır. Yəni bir şey deyil. O olmaz. Çünki içində tarix qoyubdur buna. Hara getdik? Gedəcəyik bura. İndi 1447-ci ildə yaşırıq. Əgər bundan çıxsaq 1190 neçə oldu? 1197 çıxsaq 250 il bundan öncə bu kitab yazılmış olar. Yəni bu şərh yazılmış olar. O halda ki bu adam başqa bir söz deyir.
yazıda tərcümə-i əl-eşq şərhindən bəhs edir. Sizin keçən günlərdə hesabladığınız nəşvi vəhdətlə ibarətin əbcəd dəyəri 667 idi. Buradakı səlahi kəlməsi özü üçün deyil, təxəllüsdür. Əgər tarix maddəsi məhz nəşvi vəhdətlə 676 kəlməsidirsə, bu rəqəm üstünə başqa kəlmələrin, məsələn, ana 21 kəlməsi ilə hicri tarix müəyyən edilir. Hətta ana da gəlsə 21 gəlir. 21 deyilər, məsələn 600, o da 21 gəlsək, olar 97. 697 olar. Yəni çox bir şey dəyişməz. Bunu göz önündə saxlayaraq Əbdullah Sərahi Uşşaqinin dövrü və bu əlyazma şivəsi bir-birini tamamilə təsdiq edir. Nədir oldu? Orada dedi ki, bəs vəfatı 1197-də oldu. O anda bu 600, yaxşı 700-ci ildə də belə doğulsa, yenə də arada bir 500 ilə yaxın ara var. Ölməsi ilə əlbəttə. Diri qalsa məsələn 100 il, yaxşı 400 il arası var. Bu aranı doldurmaq bu anlamdadır ki, nə anlamda ola bilər? Onu axtarmaq lazımdır. Bunu göz özündə saxlayaraq Əbdullah Səlahi Uşşaqinin dövrü və bu əlyazma şivəsi bir-birini tamamilə təsdiq edir. Nəticə və tarix təxmini, maddi özəlliklərə nəstəli xətti, his mürəkkəbi, aharlı əl yapımı kağız və mətnindəki Sufi Səlahinin izləri göstərir ki, bu əsər Hicri 12-ci əsrin ikinci yarısı təxminən 1170-də hududlarında yazılmışdır. Miladi hesablada odur. İstəmirik bu nüsxə müəllifi tamam. Bu cür gəlmədi. Burada bir müşkilə çıxdıq. Əcəba bu səlahi o səlahidir, yox başqa bir səlahidir. Məncə bu 1197-də ölən və ya yazan bu kitabdır. Yəni nüsxədir. Bu nüsxə öncə yazılıbdır. Çünki tarix qoyub adam. Adam tarixi qoyduğu yerdə biz onu eləyə bilmərik deyək. Ki o tarix yoxdur. Tamam. Bu kitabımızdan bu ələ gəldi. Birinci kitabımızı burada qutarırıq. Amma baxım görüm ki, mənim vaxtim də məsələdir. Gedək ikinci kitaba baxaq. Görək ki, ikinci kitabımız nə haqda idi. Zahirən Eşqnamə kitabını ehtimalən aşmışam ya indi aşmışam, bilmirəm. Bunu da bir qıssaldıq. Əvvəl görək kitabxanada bunu nədir saxlar. Eşqnamənin PDF-də 121 səhifəsi görsənir. Ehtimalən bu 242 səhifəlik bir kitabla qarşıyıq. Buna görə ki, kitabın hər iki səhifəsini PDF-də bir səfədə görürük. Kitab-ı Eşqnamə az təlifi Firiştezadə. Aşağıda da bir latincə bir şey yazıb. Mr. Tamp nəminə an 110 ya da Mrs. Tamp an 110 belə bir şey qoyulubdur. Təzəşdən aynı səfədən ehtimalən yox, aynı səfə deyil. Başqa bir səfədir. Kitabın bir ayrı səfəsinə baxırıq. Oradan da bir əks qoyubdur. Burada görsəniz kitabın şirazəsi biraz yırtılan kimi olubdur. Sökülən kimi olmağa istir getsin. İkinci səfədə görürük ki, kitab bir yerdən yapışmışmış. Yəni cildə yapışan səfə təzəşdən kitabda bir yerdə yapışdırmışmışlar ki, bu kitab qopmasın, cild kitabdan ayrılmasın. Bunu zorla bəllidir ki, zorla bunu ayırıblar. O xətt düşübdür hər iki tərəfdə, o sirişom, o yapışqanla kitabı yapışdırmışlar səfələri bir-birinə. Ora burada görürük ki, zorla bir-birindən ayırıbdır. Burada da ehtimalən xudkarla, yəni bu günləri top qələm ya ucu hal-harda bilmirəm, indi onun adını dəqiq deyəmirəm. Onun adı ilə təzəşdən kitabın adını burada yazıb. Eşqnamə, Kitab-ı Eşqnamə, əsər-i təlif Firiştezadə. Kitabın içinə getiririk. Kitabın ortasına baxırıq. Çox kirli bir kitabdır. Dövrəsi də ehtimalən aharlıdır. Bəzi yerdə aharlar çox qərələnibdir. Bəzi yerdə də tökülmə halındadır. Kitab ortada yazılıbdır yazı. Səfələrin boyu birdir. Bu səfə dövlət üçün ehtimalən yazılmayıbdır. Onun üçün də bunun başına təzhib qoysunlar falan yoxdur. Səfərin başından başlayıb kitabın adını yazıbdır. Sonra da başlayıbdır
Bismillahirrahmanirrahim ilə kitabın səhifənin ortasında 3 tərəfində kitabın adcacan yer qoyubdu haşiyə yazmağa. Hətta 4 tərəfində də deyə bilirik ki, bir adam istəsə qıraq yazı yazsın, orada yaza bilsin. Bəzi kəlmələr çox gözəl yazılıbdı. Sətirlərin arası gözəldir. Kəlmələr bir-birinə yaxındır, amma seçinir, seçmək olur. Bəzi kəlmələri qərə müddətlə yazdığı üçün əlbəttə bəzi yerləri qırmızı yazıbdır. Bunu bir elə kitabın adından görürük ki, qırmızı yazıb. Amma mətndə bəzi ərəbcə ya qeyri-ərəbcə yazılan kəlmələrin qərəcə yazdığı üçün onun başı üstündə qırmızı xətt çəkibdir ki, onu təkid eləsin. Biz də bunu görürük bu səhifələrdə. Bəzi yerdə dediyim kimi virgüldən istifadə olunubdur. Bəzi yerdə də xətlərin başı üstünə, yazıların başı üstünə xətt çəkibdir. Ədədləri kitabda qırmızı xətt ilə yazıbdır. Hər yerdə ehtimalən kitabın səhifəsidir ya hər nədir onu qeydib oxuyanda baxıb görərik. Kitabın sətirlərin başlanın yeri hamısı bir sətirdə. Yəni bir xətt ilə elə bir xəttkeş kəsiblər, orada başlayıb. Amma qurtaran sətirlərin sonu mocu var, dalğası var. Bu da kitabda biraz şeydir. O gözəlliyinə biraz irad gəlir, amma hər halda böyük bir kitabdır və gözəl. Burada da bir yerdə ədədi yanlış yazmışmışlar, yanında da bir ayrı şey yanlış yazmışmışlar. Üstünə qərə xətt çəkiblər, üstünə, yəni bu yanlışdır. Sonra da ədədi siliblər, təzəşdən bir ayrı ədəd yazıblar, biz onu burada görürük. Yenə burada bir yerdə əlbəttə görürük ki, ehtimalən yazını siliblər, qərələnib səhifə, dubara təzəşdən orada doğrusunu yazıblar. Bu da görsənir. Bəzi yerlərdə bu təkrar olubdur. Yəni görünür ki, o siləndə də herfiyə adam deyilmiş, siləndə görünübdür. Farslardan gərək öyrəşəymiş, nə cür ədədi elə sirələr ki, yerləşdirərlər ora. Həm xətt eyni ola, həm yazı eyni ola, həm rəng eyni ola, hər şey eyni ola və heç kəs bunun əl apardıqları bilinməyə ki, bir-iki kitabda gördük ya da səhifəni elə cıralar kitabxanalarda ki, adam deyə ki, kitab düz elə davam beləsidir, amma baxarsan diqqət eləyəndə görəsən ki, səhifələr silinibdir. Bu adam çox naşıymış, ona görə də sildiyi yerlərdə əlamət qalıbdır ki, bu kitab şey olubdur. Burada bir qıraq yazı görürük. Əcəba bu yazı nəyə gəlib bura? O bir məsələdir. Hər yerdəki kitabda bir şey görürük, rəh görürük. Ehtimalən silinib, təzəşdən ora yazılıbdır. Onun üçün də orada biraz kitab qərə görsənir. Kitab çox gözəl qalıbdır üst-üstə və çox sevimlidir. Niyə gözəldir? Çünki mən bunu rahatca oxuya bilərəm. Bu mənim savadım buna çatar. İndi qalıbdır düşüncə məsələsi. Bunun üçün məsələn bayaqki kitabı düşünməyi çox zor idi. Yəni onu biraz ona görə bəzi oxumaqlarım vardı, bəzi bir şeylər oxumuşam, amma onu düşünmək üçün bir neçə kitab öncədən oxunmalıdır ki, o kitabı 52 səhifəlik kitabı adam eləyə bilsin, qolayca anlasın və onunla danışa bilsin, onunla düşünüşlə bilsin, alış-veriş eləyə bilsin. Kitabın bəzi yerdə səhifələri cırılıbdır. Baş tərəfdə bəzi yerdə səhifələr cırılıbdır. Kağızla bir ayrı kağızla yapışdırıblar. Bunu da indi gördüm. Kitabın sonuna gəldik, yetişdik. Kitabın ən sonunda əvvəlki səhifədən yenə bir dana əks gətirib qoyub axirə, o mühüm deyil. O 2 səhifəni oradan çıxacaq eşiyə, o kitabdan deyil. Sonra cildidən bir əksi qoyubdur. Əvvəldə cildidən görməmişdik. Cildin özü əzilibdir. Cildin özü qatlanıbdır. Bir-iki yerdən işlənibdir, çürüyüb təqribən dövrəsi, 4 dövrəsi çürüyüb. Ortasında da qərə rəngi varmış kağız üstündə. O da gedibdir. Bu da görsənir. Son səhifə 2 səhifə ağdır, 4 səhifə əslində ağdır, 5 səhifə ağdır. Onları da gördük. Kitabın indi sonunda bir tarix var. Ona da bir baxaq. 2 ad yazaq burada. Görək kitabın adı nədir, nə yazacaqdır. Bu səhifənin biraz sürət ilə oxuyaq görək ki, nə deyir. Nəzərə gələn ərəbcədir. Bu ərəbcədən geçək. تمت الكتاب إلهي الفضل بعشق نامه تمت الكتاب الإلهي الفضل بعشق نامه عز فضله
və kələmi və la ilahə qeyruhu və sallallahu əla seyyidina Muhammedin və alihi 1315'də yazılıb bu. Və hərrərə hazəl kitab min yedi Əbi Übeydullah dərə əs-Sünbüli fi sakini xangahi Bəzzizadə Mühi Əfəndi der Üsküdar. Pəs bunu əvvəl yazaq, bu kitabın adını dedik ki, adını bilmirik, qalsın ehtimalən Fəzl-i Eşqdir, Eşqnamədir də, orada bildik. Eşqnamə Xəttat, bu xəttatdır, hürrürə yazıbdır, xəttatdır. Ya hürrürə, ya hərrərə hürrürə hazəl kitab min yedi Übeydullah. Xəttat kimdir? Übeydullah dərə əl-Sünbüli. Sakini fi sakini xanqah Bəzzizadə. Ehtimalən xanqah olacaqdır. Xanqahı mən yazıram Bəzzizadə, xanqah yazmışdım. Mən bu heyi silim. Xanqah Bəzzizadə Mühi Əfəndidir. Mühi Əfəndi Mühyi Əfəndi Üsküdarda. Bu kitab, bu mərkəz, bu xanqah Üsküdarda olurmuş. Orada bu kitabı yazıbdır. Tarix, nüsxə tarixi. Feylən biz bunu bilirik ki, bu nüsxə tarixidir. 1215 Hicri qəməri və burada bir dal yazıbdır. Ehtimalən Rəcəb ayı olacaqdır. R olsa, dal adı olsa bilmirəm ki, dal adı nə varımızdır, hangi ayın əvvəli. Dalından başlanır 12-ci gün. Belə bir şey görsənir. Gedək kitabın ən başdan görək ki, hangi səhifələri oxuya bilirik. Haza kitab-ı eşqnamə min tə'lifi Firiştezadə. Aha, müəllif kimdir? Yazan kimdir? Müəllif və yazar. Firiştezadə. İndi bunu əlbəttə bəlkə adını tapdıq, görək ki, bu kimdir? Haza kitab eşqnamə min tə'lifi Firiştezadə Qüddəsə Ruhul Əziz. Bildik ki, indi bu kitab Firiştezadə bir ayrı tarixdə yaşayıbdı, kitabı yazıbdı. Bir ayrı adamda Übeydullah adında Übeydullah dərə Sümbüli. Dərə Sümbüllü, Sümbüllü dərə Übeydullahı. O da bu kitabı 1215'də yenidən yazıbdır, satıbdır, pul qazanıbdır. Bismillahirrahmanirrahim. Allah hər ikisinə rəhmət eləsin, həm Firiştezadiyə, həm də Übeydullaha rəhmət eləsin ki, belə bir əsəri bizim üçün qoyublar Eşqnamə adında. Gedək görək kitab nə cür başlayır və nə cür davam edir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və səlatu və səlam əla məzhər-i zat-il əhədiyyə Məhəmməd və alihi Həzrət Əhədiyyət həmd etməkdən sonra və Rəsul Həzrətinə salam etməkdən sonra məlum və məfhum oldu ki, bu elmi lədünniyə Farsi lisanı üzərinə idi. Bu elmi lədünniyə Farsi lisanı üzərinə idi. Bəd az an Rum milkində Farsi lisanı bilənlər qəlilidir. Baxın, bu tarixdə ki yazılıbdır, Farsi dilini bilənlər çox azdır. Bilənlər, yaşayanlar yox, yəni Farsi dilini yaşayan yoxdur. Bilənlərin sayı belə azdır. Bəd az an Rum mülkündə, Rum mülkü deyəndə, yəni Osmanlı dövləti. Rum adında bir məmləkət yoxdur. Ən azından keçən 700 ildə, 600 ildə Rum adında bir məmləkət yoxdur. Ən azından İslam dövründə Rum adında bir məmləkət yoxdur. Belə desək rahat olduq. 1400 ildir Rum adında bir məmləkət yoxdur. Ondan da öncə olmuş olsa, Rum bir şəhər adıdır, bir dövlət adı deyil. Bu seriallar da Türkiyənin dizilərində də Rumu filanı yekəldirlər və oranın sistemin, özəlliklə bunu bir dəfə də demişəm, dizilərdə Rum, yəni Məsihi dünyasını həm sərvətli göstərirlər,
həm də çox belə paltarları çox şik, özəlliklə xanımları və başı açıq. Məgər Məsihiyyətdə başı aşmaq ola bilərdi? Aleykümselam və rəhmətullah. Məsihiyyətdə başı açmaq mümkün deyildi. Hala Kanadada bəzi xanımlar var ki, ərə gediblər, 4-5 uşağı var, 60-70 yaşı var, səqqəli ərindən çox uzundur. Yəni, və bunlar çox dinçidirlər. Yəni, bununla belə ki, bəzən libaslarında, zadlarında açıq olurlar, amma siz bunları kilisada görə bilərsiniz. Kilisadakı xanımlar, yəni, bu xahər deyirlər adlarına, ha. Onlar şeydirlər, baxsaz, diqqət eləsəz, hamısının başı örtülüdür. Çox ciddi başlarını örtərlər və Məsihiyyət dünyası, İslam dünyası bugünkü Amerika kimi güclü olanda, pullu olanda dilənirdilər, uşaqlar acından ölürdülər, adamları satırdılar, uşaqları satırdılar. Hətta 1976-ya qədər Sueddə uşaqları satırmışlar. Hər halda, buradan geçək. بعد از آن روم mülkündə Farsi lisani bilənlər qəlilidir. Bəzi ixvan əhl-i məşrəbdən ki qədd elmi, qədd ələmə kullin nasi məşrəbəhum. Bu ərəbcə yazdığı üçün başının üstünə bir qırmızı xətt çəkmiş. Yəni bura ərəbcədir. Qədd ələmə kullin nas, kullu unasin məşrəbəhum. Tamam insanlar onların yaşam yollarının, düşüncə yollarının, inanc yollarından xəbərdardılar. Şöyle təmənna etdilər ki, bu elmi lədünniyi ilahiyyeyi ki elmi təvilüdür, Türk lisanına gələ və dəxi vazihül bəyan olə. Bəd az an bir dana kitab var, deyir bunun haqqında kitab azdır ya da yoxdur. Adı elmi lədünnidir. Deyir bu elmi lədünni haqqında gəldilər, mənə dedilər kitab yazıcıyla ki Türkçə olsun, Türklər düşünə bilsin, rahat olsun, vazihül bəyan olsun. Ki elmi təvilüdür, Türk lisanına gələ və dəxi vazihül bəyan ola. Bəd az an anlar ki dərxastlərini icabət etdi, Fəqir Əbdülməcid Firiştezadə adını dedi pəs. Bunu bir yerdə oxumuşduq, adını indi burada yazaq. Fəqir Əbdülməcid Firiştezadə. Fəqir Əbdülməcid Firiştezadə İzzəddin. Adı da, idaməsi də budur. İzzəddindir üstə. Əsləhəllah şə'nəhu və cəələ qeyrəhu xeyrən min ihsanihi və lütfihi və fəzlihi. Həzrət-i Risalət hicrətinin havaq yazıbdır, özü deyir. Həzrət-i Risalət hicrətinin 833 ilində pəs tarixi, müəllifin tarixi, müəllifin yazdığı tarix. İndi burada bir şey oxunmayacaqdı, onu mən indi burada deyim. 833 yılında. 833 il hicri. Tamam. Bu kitab 833 hicridə, yəni neçə yüz il bundan qabaq, bunu hesablayaq əvvəl. 1447-ci il yox, bundan çıxsaq 833-ü çıxsaq 614 il öncə. 614 il öncə yazılmış. Tamam. İndi burada üstə gördük ki, o adam ki yazmışdı bunu, yəni xəttat yazmışdı ki, bu kitab bu kitab o deyil, üzr istəyirəm. O üstəki bir ayrı kitabdır. İstirdim deyəm ki, bu adam yazıbdı ki, tamam. O kitab üstə idi. 661 hicridə yazılıbdı, o deyil. İstirdim deyəm ki, bu o kitabda belə bir irad var idi, yox, o deyil. Onun üçün burada bir şey yoxdur, irad yoxdur. Burada nüsxəni yazan 1215-də yazıbdı bu kitabı və kitabı əsli yazanda yəni öz adını dedi, Firişte Əbdülməcid Firiştezadə İzzəddin Əfəndi Həzrətləri Allah Teala ruhunu şad eləsin.
Şəvval ayında bu risalə yazdı və bu risalenin ismini Eşqnamə qoydu. Ta ki məşrəbi saf olanlar bu risalədən azim mənfəətlər bulələr və dəxi təqlidat-ı zülmaniyyə cəhliyyədən xilas bulələr ki, əl-cəhlu əqrəbu iləl-küfri min bəyazil eyni ilə səvadiha. Cəhl küfrə o qədər yaxındır ki, gözün ağı ilə qərəsi qədər. Bir-birinin içindədirlər. Cəhr ilə küfr bir-birinin içindədirlər. Bu qədər bir misal vurdu, çox gözəl. Əl-cəhlu əqrəbu iləl-küfri min bəyazil eyni ilə səvadiha. Küfr, cəhl küfrə o qədər yaxındır ki, gözün ağı ilə qərəsi kimi. Və bir yerdə dəxi, bir ayrı ərəbcə söz var. Məttəxəzəllahu vəliyyən cahilən. Allah bir cahil adamı vəli seçməz. İkisi dəxi hədisidir. Bu iki sözün ikisi də hədisdir. Nəfslərini müşahidə qılələr ki, bəlil insanu əla nəfsihi bəsirə hasil ola və əşhədətühüm əla ənfusihim və əşhədətühüm əla ənfusihim dəxi hasil ola hər kişi ki bu risalənin elmini və qanunini zəbt eyləyə və çox mütaliə eyləyə, əlbəttə ol kişiyə məlum ola ki, həşr nəşr neydi ki və sirat-ı mizan və əmal bəni Adəm mizanə vəzn olmaq ki, əl-vəzn yevmə izinil haqq və dəxi haqqı təala qazi olmaq, bəzi yüzlər qəra olmaq və bəzi yüzlər ağ olmaq nədir ki, məlum ola və از روی تعبیل یوم تبعیض وجوه یوم تبعیض وجوه و تسود وجوه و دقیق کندوی محمد رسول الله علمی altında müşahidə edə və ilmi həqiqətlə ehtimalə o da elm olacaqdır, hər ikisi də elmdir. Və kəndüyü Muhammed Resul Allah'ın ilmi altında müşahidə edə və ilmi həqiqətlə bilmək və İsa aleyhisselamın asmandan inmək və 33 yaşına gəlmək və dabbətül ərz xuruc etmək və hərəm yeri yarılmaq və aftab məğribdən doğmaq və qiyamət cümə günü zuhur etmək və asmandan duxan gəlmək فارتقب یوم تعتی السماء به دخان مبین و سəkkiz uçmaq qapıları açılmaq və cəhənnəm dibində sönrədəsi, sügürdəsi bitmək və mevt boğazlanmaq və mevt boğazlanmaq ondan sonra həyat cavidan bulmaq və dəxi qiyamət günündə ol sağ açmaq və cəmi aləm səcdəyə dəvət olunmaq və xəlaiq səcdədən imtina etmək və səcdə etməməkləri üçün məzəllət lahiq olmaq və dəxi ol sağı səcdə etmək və ol sağa səcdə etməyənlər haqqı cəmalini müşahidə etməmək yevmin yükşəfə ən saqin və yəd'unə iləl sücud fəla yəstəti'unə xaşəətən əbsarəhum tərəhəqəhum oxuya bilmirəm, kəlməni bilmirəm nəzr oxuyayım. Tərhəqəhum zəllət və qəd kanu yəd'unə ilə sücudi və hum salimun və dəxi haqqı cəmalini cümə günü görmək və ol cümənin uzun bin il olmaq və didar haqq cümə günü əsr vaxtında görünmək və dəxi Qur'an-ı əzim Adəm surətində görünmək müməssil Qur'an əla surətul rəcili və dəccal əvər qəpmək və bir gözlü olmaq və sağ gözü kör olmaq və yüzü yekpare olmaq bu cümləmiz kuran nidük ki kuran ehtimalə olacaq körrar kuran nidük ki
bu elmi ilahinin qanunlarını zəbt edən kişiyə məlum ola. Arzuyi təvil və dəxi haqqi Teala. Üstə qabaqda da bu arzunu bir arzuyi belə bir şey oxumuşduq. Fikirlərim ki, qələt oxumuşduq. İndi də burada arzu kimi yazdım amma arzu kimi gəlir. Məlum ola arzuyi təvil və dəxi haqqi Teala ol kişiyə rəhmət etsin ki, bu eşqnaməyi naməhrəmə verməyə ki, sahibi təvil غره فضله buyurmuştur ki beyt حمد و منصور از انالحق دم مزن پیش نامحرم دم از محرم مزن ve her kişi ki bunu namahreme verse Hakkı Teala'nın lənəti onun üzerine olsun. Zira ki Hazreti Resul-i Ekrem aleyhisselam buyurdu ki La ta'tul hikmete ila gayri ehliha فتظلموها ولا تمنعوها عن اهلها فتظلموها. Yani ne deyir bu hadis? Hazret buyurubdu ki kitabı hikmet bilmeyen adamlara vermeyin ki ona zulmedersiniz ve hikmet bilen adamdan da uzak saxlamayın ki ona zulmedersiniz. Çok güzel sözdür. Əgər namərhəmə versələr zülm olur. Ala la'netullahi ala qavmiz zalimin. Əgər bu məzkuratın sirrini və təvilini bilməsə, məhsus fikratına fikr etsə və məhsus fikr etsə, ol kişi ənvar qeybi müşahidəsindən müflis və məhrum olur və dünya əhli olur və axirət ana xaram olur. خرام olur ve maluhu fil ahireti min nasib dünya haramun alel ahli alel ahireti vel ahiretu haramun. Haram sözünü haram yazıp bilmirəm niyə. Vel ahireti haramun ala ahli dünya ve huma haramani ala ahlillahi taala. Elbabul evveli fil eşki vel mehabbeti bismillahirrahmanirrahim. Alif lam mim. Atilke ayatul kitabil mübin. İhtimalen belə yazıbdı amma niyə beləsi yazıbdı? Atilke ilə gəlibdi. Tilke ayatul kitabil mübin inna enzelnahu Qur'anen Arabiyyen leallekum ta'qilun. Nahnu nequssu aleyke ahsenul qisasi bima avhayna ileyke hazel Qur'an ve in kunte min qablihi leminel gafilin. إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على أخواتك فيكيدوا لك كيدا عظيما إن الشيطان للإنسان عدو مبين وكذلك يجتباك ربك ويعلمك من تعويل الأحاديث هداك الله طریق الحق و الثواب. ای طالب اسرار الهی و حقایق نامتناهی. یوسف qissəsinin əvvəlindəki kəlməyə alif, lam, ra-dır. Pəs mən qələt oxumuşam. Elə onun əvvəli ehtimalən o alif, lam, ra o cür oxunacaqmış. Mən onu iştibah oxumuşam. Kəlməyə alif, lam, ra-dır ki Əlimradur, hurufi müqəttəədir ki ta kinayətdir 14 kəlmədən. Əvvəl ərra sirrini bilmək gərək. Bədihu Yusuf'un hüsnünü və Züleyxanın hüsnünü və cəmalini bilmək gərək. Ey aşiq sadiq. Kitabın nömrələri olmadığı üçün səhifənin hər vərəqin sol tərəfində aşağıda sonki səhifə hangi kəlmə ilə başlayacaq onu yazıbdır. Burada da bunu ey aşıqı görürük. Bu səhifədə də başlayır. Ey aşıqı sadiq 17 rəkət salati Hızr 17 hərf müqəttəə salat. Kitabın bəzi yerlərində o ahar ki vurmuşlar gedibdir. Ey aşık sadiq 17 rəkət salat Hizr 17 hurufi müqəttəəd ədədincədir. Burada bir Hazret yazacaqmış ya huzur yazacaqmış ya Hızr yazacaqmış
beləsi Xızr olacaqdı. Xızr 17 Salat Xızr 17 hurufi müqəttəə ədədincədir ki, Əl-Ra Kaf H Yeyn Eyn Sad Ta Sin Ha Mim Qaf Nun və dəxi 11 rəkət salat səfər 11 hurufi mütəşabihat ədədincədir ki, Ba Ta Th Fa Cim X yəni Xa Dal Z Rz yəni Dal Z Sin Zad Ta Qeyn 28 rəkət olur. 28 kəlmə müqabilində və dəxi 17 rəkət sələvat-i Xızr və 15 rəkət sələvat-i Cümə ki 32 rəkət olur. 32 kəlmə ilahi ədədincə. Tamam, bunlar çeşitli bir şeylər ki mən anlamadım. Anlamadığım üçün də burada qoyaq qalsın. Çünki özü də dedi, burada kitabın içinə bir ləkə düşmüşmüş. Biz bunu baxanda görməmişik. Su tökülübdü, bir şey içirmişlər. Qırmızı rəngidə ehtimalən. Ya da su rəngində bəlkə də bu şeydən hasil olubdu. Yəni bu ləkə bir çay kimi bir şeyin ləkəsidir, tökülübdü. O qətlən çaya bənzir. 3 damcı düşübdü. Ya da bir damcı düşüb partlayıb 3 yerə, hərəsi bir yerə hopulubdu. Bəlkə də o cür ola bilər, amma 3 dənə ayrı-ayrı ləkə burada düşübdü, görünür. Bu kitabı da burada oxuduq və mənə bu qədər yetişər bu günləri. Kitabımızın tarixini də bildik. Sonunda oxumuşduq. Əlbəttə ki, ehtiyac yoxdur. Bir də gedəm oranı oxuyayım, amma bir də baxım görüm ki, bəli, buranı oxumuşduq. Allah-u Teala bugünkü kitabları oxuduğumuz adamlara rəhmət eləsin. Kimlərdir? Abdullah Səlahi Uşşaqi Həzrətləri, Şərəfiddin Əbu Hafz Ömər ibn Əli Sədi Həzrətləri və daha kim var? Bu əvvəl kitabı yazanlar onlar idi. İkinci kitabı Übeydullah Dərəsümbüli və Mühyiddin Əfəndi ki, Xanqah sahib olacaqdı. Müəllif də Əbdülməcid Firiştəzadə İzzəddin. Bir də xülasə desəm, birinci kitabımız yazısı ən azı ən azı 641 il və ən çoxu 800 üzrüsün 641-də və ən çoxu yox, beləsi deyək. Bu kitab, yəni adı nə idi? Şərh-i Qəsidə-i Xəmriyyə-i Fariziyyə Tərcümətül Eşq adında. Tərcümətül Eşq kitabı ya 806 il bundan öncə yazılıbdı, ya da 771 il öncə. Eşqnamə kitabı ki, bu günləri onu da baxdıq, bunu da oxumamışdıq, oxuduq, tanıdıq, yaxşı oldu. Bunu da 833-cü ildə, yəni 614 il bundan qabaq yazıbdır və nüsxə ki, bizim əlimizdədir, bu nüsxəni oxuyuruq, bu əsli kitab deyil, nüsxəsidir. Bu da 1215-də yazılıbdır ki, hududən 250 il olur. Bu günləri bu iki kitabla tanış olduq türk dilində. Çox dərin və anlayışlı bir kitablar idi. Hər ikisini də düşünməsi mənə çox zor oldu, düzünü axtarsaz. Düşünə bilmədim, amma üzündən Japon dili kimi olaraq oxudum. Yəni Japon dilində adam oxuya bilər, amma anlamayanın sonra nə faydası? Allaha şükür bu günü bizə qismət elədi. İnşallah bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik sağ qalın. Görüşmək üzrə.